Regionlarda incəsənətin inkişafı dövlət mədəniyyət siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Bu sahədə həyata keçirilən qastrol proqramlarında bədii kollektivlərin regionlara səfəri təmin olunur. Niyazi adına Dövlət Simfonik Orkestrinin Xırdalan şəhərinin Abşeron rayon mədəniyyət mərkəzində təqdim etdiyi konsert proqramı da məhz bu missiyaya xidmət etdi. Təxminən bir aydan çox bir müddətdir ki, bizim Mədəniyyət Nazirliyinin təşkilatçılığı və təşəbbüsü ilə tabelikdə olan bədii kollektivlərin Bakı və bölgələr üzrə konsert proqramları, qastrol səfərləri təşkil olunur və bu qastrol səfərləri çərçivəsində bütün həmin o bədii kollektivlər, istər simfonik orkestr, istər xalq salğı alətləri orkestri, akademik opera və balet teatrının orkestri, yəni bunlar bölgələrdə gözəl konsert proqramları çıxış edirlər. Simfonik orkestri canlı olaraq şagirdlər dinləməyiblər. Çoxsu deyərdim ki, dinləməyiblər, amma indi artıq orkestrin səslənməsi, onların musiqi təhsilinin davamında, inkişafında böyük bir rolu olduğunu dəqiq bilirəm. Ölkə miqyaslı qastrol proqramının tərkib hissəsi olan konsert proqramının dirijoru xalq artisti Yalçın Adıgözəlovdur. Klassik və milli musiqinin zəngin palitrasının əks olunduğu konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər görkəmli bəstəkarların əsərləri səsləndirildi. Arzu Yusif, Rüstəm Məmmədov, Mədəniyyət xəbərləri.